Ermənistanda müxalifət 2021-ci il parlament seçkilərində buraxdığı səhvləri nəzərə alıb. Global Info xəbər verir ki, bunu erməni politoloq Tigran Köçəryan RIA Novostiyə açıqlamasında deyib. O, bunun baş nazir Nikol Paşinyan üçün əlverişsiz vəziyyət yaratdığını bildirib. Müxalifət partiyaları nəhayət öz seçici bazalarını müəyyənləşdiriblər və onların elektoratları demək olar ki, üst-üstə düşmür deyə Köçəryan qeyd edib. Politoloqun sözlərinə görə Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun rəhbərlik etdiyi Ermənistan bloku daha çox xarici siyasət və Paşinyanın məsuliyyətə cəlb olunması mövzusuna fokuslanır. Samvel Karapetyanın rəhbərlik etdiyi güclü Ermənistan iqtisadiyyat və məşğulluq məsələlərini önə çıxarır. Qaqiq Tsarukyanın çiçəklənən Ermənistan partiyası kəndlər və sosial sahəyə diqqət ayırır. Armand Tatoyanın Birliyin qanadları hərəkatı isə gənclərə və liberallara yönəlib. Politoloq bildirib ki, müxalifət əvvəlki seçkilərdəki kimi eyni seçici qrupuna görə rəqabət aparmaq taktikasından imtina edib. Onun fikrincə, seçici fəallığı nə qədər yüksək olarsa, Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyasının qələbə şansı bir o qədər azalacaq. Bu taktika dəyişikliyi Paşinyan üçün pis xəbərdir. O, əsasən bürokratik aparat və güc strukturlarına söykənir deyə politoloq bildirib. Statın sonu. Xatırladaq ki, iyunun 7-sində Ermənistanda parlament seçkiləri başlayıb. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.